Salam əziz və hörmətli izləyicilər. Növbəti Qarabaldır və Ramramay futbol mini klubu ilə Qarabaldır komandası arasında oyun baş tutur. Hər iki komandaya uğurlar. Elman 5 nömrə ötürməsini etdi Naibə. Naib gözəl hərəkətlə ötürdü geriyə. Qapıcı və Eşqin təkbətəkə qalıb. Uzaq ötürmə və digər qapıcı topu yaxşı saxladı. Bu komanda da bir-biri ilə girişimci komandadır. Bir-birini anlayan yaxşı oyuncular var. Görək bu oyunları alınırmı? Qabildədir top. Top ötürməsini etdi Şamilə. Şamil. Hücumda Eşqindən səhv ötürmə. Naib. Naib uzaqdan qapıya vurmağa çalışan oyuncudur və Mehdi. Mehdi əli ilə topu uzaqlaşdırdı. Əhsən sənə Mehdi. Gücdən zərbə. Mehdi. Eşqin. Uzaq ötürmə. Çıxdı top. Altdan top daxil olur. Ötürməsini Rizək və Kamran. Topu oynamışdı lakin Elmar yerdə qaldı. Top Qarabaldırdadır. Anlaşılmaz bir vəziyyət oldu. Kamran ötürməsini etdi Eşqinə. Eşqin topu saxladı və qapıya zərbə birbaşa. Möhtəşəm hesab açıldı. 1-0. Ramramay. Afərin, asisti yapan, eləyən Kamran idi. Mərkəzi dəvət etdi Ramramay. Qarabaldırı. Arkada oyun qurmağa çalışırlar. Ötürməsini Elman etdi. Elman ötürməsini etdi Elmara. Elmar orta ilə atmağa çalışdı, lakin Kamran güzel atmış. Solda tuta bilsəydi. Bax, Soltan topu kəsmək istədi. Kəsdi də. Baxın. Ünvana çatmamış. Qabil. Top çıxdı. Qarabaldır. Naib. Kamran icazə vermədi ki, qapıya topu yönləndirsin. Kamran, Eşqin. Birbaşa qapıya və qapıcı topu saxlaya bilmirdi. Yenidən. Qabil, Elman qapıya zərbə. Qapıcı topudan qorunmağa çalışdı elə bil. Nəinki saxlamaq, amma qismət oldu, saxladı da Eşqin. Artıq yeni bir taktika ilə oynayır. Oyuncuya vurur qaydan topu. Yenə elə bil ki, oyuncu öz oyuncusu kimi rəqib komanda oyuncusuna vurur və qaydan topla yenidən oynayır. Ram edə bilməmiş. Soltan qapıcı və Mehdi təkbətəkə qalıb. 1-1. Çox gözəl çıxış və gözəl tamamlama. Mərkəzi dəvət etdi Qarabaldır Ramramay komandasını. Kamran geriyə. Şamil. Soltan. Şamil. Soltan attı. Şamilə. Kamran. Ötürməsini düz etə bilmədi. Və afərin vaxtında ötürə bilsə. Oy Qabil. Qabil yenə götürür topu və qapıya. Bireysəllik hardasa hiss olunur. Top istəyirdilər, lakin ötürə bilmədi. Həqiqin görə bilmədi. Şamil. Qapıya zərbə. Eşqin ikinci dəfə top gözləyirdi, lakin komanda yoldaşlarını alqışlayır, amma 2 gol olma şansı var idi. 3-1 ola bilərdi, lakin 1-1'dir. Bireysəllik hardasa olma ehtimalı var. Siz də şərhlərə yaza bilərsiniz. Baxın. Geriyə ötürmə və rəqib komanda agresiya var hal-hazırda. Öz danışıqları biraz məqsədə uyğun deyil. Futboldur bu. Qabil. Kim atır? Kamran. Uzaqlaşdırdılar. Elmar. Ötürməsini etdi. Mehdi. Qarabaldır komandasında dəyişimlər var.
Uzaq ötürmə. Mehdi bu nədir? Ayaqla ötürməsini etdi Mehdi Şamilə. Şamil geriyə. Soltanla müdafiədən və ötürməsini ortadan etdi Kamran. Şamil. Eşqinə deyərək top meydansından tərk etdi. Və qapıya zərbə, qol olmadı Kamran. İkinciden zərbəni yerinə yetirir. Qabil gözəl çatmışdı. Əllə qapıcı oyunu başlamaq istəyir. Naib top istədi, lakin ötürməni edə bilmədi. Qabil pressing edir topu. Elmar ötürməsinə icazə vermədi. Baxın. Gözəl. Kesə bilirlərmi Naib? Soltan arxada 3 oyuncu birdən gəldi müdafiəyə. Şamil. Şamilə qarşı. Gözəl. Şamilə keçməyə izin vermədi. Elman. Soltan. Suqav. Mehdi vaxtında çıxdı. Aferin. Görmə potensiallı oyuncumuz. Qapıcımız. Real gol idi. Dəyərləndirə bilərdilər. Soltan biraz girişimci olsa da dəqiq sonlandırmağı, götürməyi müdafiə edə bilmir. Baxın, gol və Soltan yerindədir. Ayaq etdiyi səhvi bu səfər qoymadı. İkinciden zərbə, Real gol idi. Soltan, necə satdın sən buna? Elman qapıya yönləndirmək istədi. Çox gözəl keçirtdi, lakin eşqin saxlaya bilmədi. Out. Outdan Mehdiyə, Mehdi. Yenidən geriyə, out. Qarabaldıdan çıxdı top. Şamil topu daxil edir. Gözəl ötürmə. Və yenidən eşqinə. Eşqin qapıya zərbə vurmaq istədi, lakin müdafiə icazə vermədi. Arif Naib attı. Soltan. Düzgün olmayan bir pas ötürdü Soltan. Uzaqdan vurma. Qolu nə istədi? Kamran topu götürdüyü kimi eşqinə. Eşqin gözəl ötürmə. Və tamamlaya bilmədilər bir-birini. Şamil. Yine de çiğinle uzaklaştırdılar Şamil'i. Eşkin. Alttan oyun oynadı. Elman. Soltan icazə vermir. Elman. Açıldı olsa qapıya zərbə və direkten çıxdı top. Mirqalib. Qabillə. Dəyişdi yerini. Soltan. Yerindədir Mirqalib, müdafiə ona köməyə gəldi. Şamil hücuma keçdi. Mövqelər yerini. Kamran yerindədir eşqində. Şamil. Görə mövqe dəyişkənliyi. Nə kimi müsbət. Göstərir özünü. Gözəl ötürmə. Top out. Arif. Eşkin. Şamil. Bir an çatsaydı eşkin gol vura bilərdi. Gecikdim biraz eşkin. Yorulmuş kimi görünür. Və top çıxdı. Əllə başladı Mehdi Mirqalib. Soltan geriyə Mirqalib. Top out. Kamran saxlaya bilmədi, topu tuta bilmədi. Eşkin. Şamil. Gözəl ötürmə və qapıcı çaşbaşdır. Elman yerində çatdı. Soltandan keçdilər. Boşluqdadır Mehdi. Əli ilə gözəl saxladı topu. Bu nədir Mehdi? Buna isabətsiz, düzgün düşünülməmiş bir ötürmə. Hara tələssən Mehdi? Gözləyib ötürməyi də bilərsən. Şamil, aferin. Gözəl. Texnikalı oyuncu.
Birbaşa qapıya zərbə. Out. Kamran. Mirqalib. Şamil. Ötürməsini etdi Eşkinə. Eşkin döndü və qol ola bilərdi. Əldən çıxaraq küncdən zərbə qazandılar. Baxın, yenə out. Soltan qapıya zərbə. Qapıya düşmələri artıra bilsən Soltan. Gözəl qolla tamamlama ola bilər. Sən də sevinərsən komanda. Və arxandadır görürsən Soltan. Mehdi olmasa qoluydu bu. Real qoluydu. Mirqalibin də səhvinə oxşayırdı, lakin Soltan arxadan görmüşdü ki, Mirqalib qabaqdadır, səhv etmirəmsə. Və gözəl paslaşmalar. Mehdi bu neçənci qoldur, sən xilas edirsən komandanı. Aferin, out. Amramay komandası outdan topu oyuna daxil edilməlidir. Mirqalib, Mehdi, Mirqalib, Kamran, uzaq ötürmə. Şamil topu saxlaya bildi, zorla da olsa. Ötürdü Eşkinə, Eşkin. Oy Kamran, bu qapına qol vurmalısan, gecişdin. Arif, qapıya zərbə, Mehdi son anda xilas etdi. Azar keçlər deyir, axtabot musun Mehdi? Naib vurdu, Mirqalib çəkilmədi və qolla tamamlana bilərdi. Naib elə bildi ki, arxasında oyuncu var, Elman. Və Kamran altdan topu Şamil atdı. Şamil. Geriyə oynadı. Soltanla Soltan yenidən Mirqalibə. Mirqalib. Eşkin. Şamil. Gözəl gördün. Və yenə çata bilmədi. Burada nəsə bir boşluq var bu toplara çatmada. Elman. Ötürməsini etdi Naibə. Gözəl. Komandasının müdafiəsində duran Mirqalib. Gözəl də baxın, gəlib çatıb bura. Eşkin, Kamran, Mirqalib. Gözəl düşünmüşdü Şamilə sarı. Oy Soltan, bu nə ayaq çıxartmaq. Qapıya zərbə. Mirqalib topu çəkib vura bilərdi, lakin şansından tam istifadə edilmədi. Sürətli gəlirdi oyuncular. Şamil. Tək salıblar. Aralarında da top və out. Şamil. Ötürmə Eşkinə sarı. Şamil topun arxasındadır. Şamil. Ötürməsi Kamran'a. Kamran yenidən Naibdədir top. Şamil. Aferin. Yerdə qaldı. Topda təmas var idi iki oyuncuda da. Soltan. Şamil. Eşkin. Şamil. Və Soltan buradadır. Baxın, hansı anlarda topu xilas edir. Həvəsli oynamağından görünür ki. Qapıya zərbə. Və qol olmadı. Qapçı əli ilə topu Elman ötürdü. Elman uzaq ötürmə. Mirqalib. Kamran müdafiədə. 3 nəfər. Soltan yenə də topu saxladı. Yenə də əllə təmas. Eşkin və qapıya zərbə 2-1. Səhv etmirəmsə ikinci qoluydu və mərkəzə dəvət olundu. Qaraballdır komandası zorla da olsa 10 dəqiqə sonra ikinci qola nail oldular. Qaraballdır komandası mərkəzə dəvət etdi Qarabaldırı. Ramramay. Ötürmə.
Eşkin. Ötürməsi Şamilə sarı. Şamil. Kamran və bunu tamamlamalıydın Kamran. Bir an bircə yarımca metr qabaqda olsa qoldur. Və baxın görək Mirqalib bunu edə bilir. Baxın belə. Bax belə. 3-1 qapçı çaşbaşı vəziyyətdə və qol olmama şansı yoxdur. Mərkəzə dəvət olundu Qarabaldır komandası. Geriyə oynadı. Elman görə kim atır? Panika yaranıb artıq Sultan. İcazə vermir keçməyə. Naib. Baxın. Öz komanda yoldaşlarına deyərək top meydançasını tərk etdi. Mirqalib ötürməsini etdi. Sultan. Ötürmə. Geriyə Elman yerindədir və qapçı əli ilə topu saxladı. Uzaq ötürmə əllə Şamili gözəl gördü Mehdi bu qolu vura bilsələr elə bil ki sən bunu etmisən. Eşkin satmağa icazə vermədi Naib. Sultan. Qapıya birbaşa qapçı yerindədir. Əllə. Yenidən Sultan. Yenə bir də Sultan bu nədir? San qoyur adətən. Baxın. Top. Altdan topu Sultan daxil etdi. Mirqalib. Ortadan Eşkin. Şamil. Və Şamil bunu qolla tamamlamalısa geridədir Eşkin. Eşkinə ata bilərsən ki. Boşluğa və Eşkin çatmamış. Kamran bunu görmədən ötürdü. Qapıya yönləndirdi. Düz edə bilmədi. Sultan əllə dəydiyini etiraf etdi. Baxın, Arif. Keçir ki, top ötürsünlər. Mehdi. Ahtapot Mehdi. Qapıya vura bilərsən birbaşa. Qarşılı kəsdi Sultan. Deyərdim ki, bunun da xilas elədi. Sultan. Baxın, real görə bilirsiniz ki, burada topun, neçə də topun qarşıda kim kəsir? Eşkin. Ötürməsini etdi. Eşkin icazə vermir. Out. Və Elman. Qapının qarşısına sarı ötürdü və qol olmadı. Şamil. Elman. Bax, bu anlarda topu vaxtında ram edib yönləndirə bilsə, kimsə gəlsə, real qol şanslarıdır. Mirqalib. Eşkin birbaşa vurmaq istəyir. Tamamlaya bilmədi. Baxın, yenə Mehdi yerindədir. Şamil. Ötürmə. Eşkin gözəl başa düşürlər bunlar bir-birini. Afərin. Və gəldiyi kimi qapıya tamamladı. 4-1. Mərkəzə. Və Elman. Eşkin. Out. Mirqalib top oyuna daxil edir. Mehdi. Qabil. Yenidən Qabilə. Mirqalib uzaq ötürməsini etdi. Və əllə uzaqlaşdırdıq. Əllə bu toxunmasaydı qol olma ehtimal var idi. Və yenidən 3-1. Mirqalib top saxlayamağa və top çıxdı. İkincidən zərbə. Xeyr, qax. Ramramay komandasındadır. Səhv saldım. Top. Mehdi'dedir. Mehdi. Mirqalib. Belki oyun gözəl keçir. Baxın, oyunlar. Uzaqlaşdı. Top Arif saxladı. Naib, İskəndiyar. Onlara atla bilirmi? Bilmədi və qapıya birbaşa zərbə. Birbaşa yenə zərbə. İki oyuncu da bireysel oynamaya çalışdılar və bunun da bəhrəsini görmədilər. Düzdür, belə uzaq məsafədən bəzən düşmələr olur. Komandanı tanıdığım üçün deyirəm. Hardasa.
Eşkin. Eşkin. Oo! Gözəl zərbə. Birbaşa. Burnuzu deyirlər buna. Şamil bir ayaq uzatsan. Miril qalib. Və Tercih. Qapıcı outdan topu daxil olmasına oyuna köməklik etdi və Eşkin. Yenə Şamil kimlə isə danışır. Lakin xəbəri yox ki, top özünün sarı gələcək. Qapıya Mehdi yerindəsən. İkinciden zərbəni Naib yerinə yetirdi və gol. Gözəl tamamladı. Bunu görməliydiniz. 2-4. Mərkəzə dəvət elədi Qarabaldır komandasını. Ötürmə Kamrana, Kamran. Şamilə, Şamil. Şamil bir qalibə, bir qalib. Eşkin, Şamilə. Top istəyir özü qabaq keçərək. Ötürməsini arada keçirə bilmədi Kamran. O Eşkin bunu tamamla vaxtında çıxdı. Yenidən top meydansını tərk elədi. Elman. Bir qalib. Müdafiə icazə vermədi çıxmağa. Baxın bir qalib. Müdafiədə Qabil icazə vermir. Və 2-1 topu aldılar Naibdən. Boşluğa atmaq lazımdır. Yenidən Şamilə. Şamil bir qalib uzaq ötürmədən belə tutma. Aferin. Güzel başa ötürüm vurmuşdu, qapıya zərbə vurmuşdu. Bir qalib. 10 nömrə. Sifənd yarattı. Elmar'a baxın. Boşluqdadır. Naib kimi atsın deyə bilmir. Bir üzünü sevindirə bilsə, bu yana çevirə bilsə. Agresivləşərək topu uzaqlaşdırdı. Elə səbirlə, təmkinlə oynamaq lazımdır. Və ötürmə. Qabilə, Qabil. Qabil. Səbətsiz ötürmə. Arif. Elman. Qarşısında Qabil topu saxlaya bilmədi. Kamran və Qabil yenidən gəlib çataraq Eşkinlə qapısını tək-bir-təkə saxladı. Aferin! 5-2. Ramramay yenidən mərkəzə dəvət etdi Qarabaldır komandasını. 3 fərqlə Elmar. Lakin Elmar qapıya göy formalı oyuncusu isə çıxdı oynamağa. Müdafiədədir. Baxın, ilk səhvini etdi. Ötürməni görə kim edir? Yenidən səhvlik. Eşkin gözəl başa düşməli. Topa toxuna bilmədin. Başa düşməlik bir ötürmə ola bilərdi. Üçüncüdən zərbə var deyirlər oyuncular. Topun arxasında Qabil. Ötürməni gölə etdi. Kamran. Eşkin qapıya yol axtarır. Qabil ötürməni etdi və Kamran. Həmin hallarda bəzən künclərdə olması qapıya sarı gol ehtimalını artıra bilər. Elman. Eşkin qarşısını kəsmək istəyir Qabil. Ötürmə bir qalib yerindədir. Bir qalib. Ötürməni geri etdi Şamillə Şamil. Bir qalib. Yenidən Şamilə geridə. Ramramay komandası oyun qurur. Yenidən psixoloji bir təsir var. Qapıcı da oyuncusan qapıdan çıxıb oynamaq istəyir. 6-5 şəklində.
Ötürmə və gol Qabil. Yerindəsən. Möhtəşəm gol. Aferin Qabil. Elman. Ötürmə etdi. Və Qabil. Qabilə qarşı bilmir, düzgün şəkildə etmədi. Bilərək yıxdırdı. Düşünürəm ki, topa təmas yox idi. Əllə təmas yox idi. Haradasan. Və qapıya zərbə. Gol olmadı. Eşkin. Geriyə ötürmə. Bir qalib. Şamil. Mehdi. Yenidən Şamilə. Out. Top İsfəndiyarədə yarışdır bağı. Sahəni tərk etdi. Ötürmə geriyə. Mehdi. Bir qalib. Bir qalib. Boşluqda Eşkin. Yenidən altdan tez başladı Şamil. Top toxunaraq. Bir qalib gözəl çatdı. Aferin bir qalib. Oy bu nədir? Gol ola bilərdi. Unucuya bir şansdır. Tinə dəydi. Qapının tinə. Şamil özü ilə bir oyuncu çəkir arxaya. Mehdi. Qapıcı olsa da oynamağa can atır. Oy bu səhv. Lik golla tamamlanır mı və icazə vermədi mi? Qalib. Geriyə və Kamran bunu saxlamalısan. Out. Yenidən hücuma. Baxın. Mehdi də paslaşır. Taktikanı hələ ki başa düşə bilmir Qarabaldır. Bir qalib. Müdafiədə Arif. Bir gol olsa əvəzdən düşmə ehtimalı var Qaramramayın. Kamran. Şamil icazə vermədi. Out. Elman. Arif və qapıya yönləndirdi. Gol olmadı. Həmin topların paslaşmanın sayından rəqib komanda biraz psixoloji gərginlik yaşayır. Bir qalib. Ötürməsini Şamil etdi. Şamil. Yenidən orta ilə boşluğu gördü. Kamran. Kamran geriyə. Mehdi. Bir az başa düşmədilər. Gol ola bilərdi. Bir qalib. Ötürməsini Qabil etdi. Qabil. Çox gözəl. Yenidən Qabil ötürmə etmək istəyirdi. Gözəl keçirdi lakin. Aha Qabil. Qapı top özündən çox qabağa buraxdı. Yenidən. Aferin Kamran. Boşluqda var idi Qabil. Ötürə bilərdin. Tam real gol şansı deyil axı o Kamran. Sən özün də bilirsən. Baxarsan oyuna. Edə bilərdin. Ötürmə etsən gol olma ehtimalı sən vurduğundan çox ola bilərdi. Ən azından 200-dən zərbə qazandı Kamran. Bunu demək lazımdır. Şamil. Bir oyunçunu kesə bilsə Qabil boşluqda qalır. Yenidən geriyə. Mehdi ötürüldü. Taktikadır. Eşkin. Oy. Arif. Arif. Və qapıya Mehdi əli ilə uzaqlaşdırdı. Bir qalib. Bir qalib. Kamrana. Kamran. Qeyridə götürmə. Gözəl Miri qalib. Miri bunu tamamlaya bilsən, sən tamamlayardın. Güzel şəkildə getdin, alt qazandı. Baxın.
Kamran boşluqda durub gözəl şəkildə. Yenə out. Outdan bir qalib. Top əllə çıxardı. Məncə küncdən zərbə, son kadr çıxmışdı. Şamil. Soltan. Geriyə ötürmə. Mehdi. Qapıya tez qaçmalısan ki, qol ola bilər. Baxın, arxa ayağı değməsəydi, arxada qalan ayağı. Qol ola bilər. Soltan, aferin. Eşkinə çatsa top, qol ola bilər. Bir qalib. Oy, çatmamış ünvanına top saxladılar. Və yenidən Kamran. Baxın, necə sərbəst oynaya bilirlər. Out. Aferin Eşkin. Bütün oyunculara aferin. Meydansında o tərəf bu tərəf qaçırlar, yer dəyişə. Bir-birlərini çox gözəl tamamlayırlar. Hər bir komanda üzvünə təşəkkürlər baxımlı oyun üçün. Və baxın, elədiyi daim hərəkətini yenidən sağ olsun. Mehriban bir oyun gedir. Hər iki komandanın xoşuna gəlir oyun. Elə düşünürəm. Baxın. Ötürdü, çatmamış topu Arif. Eşkin. Top çıxdı. Out. Top çatmamış. Bir qalib. Kamran. Eşkin. Və qapıya zərbə. Qapıcı zorla ram etdi topu. Yenidən geriyə. Eşkin ətdən duvara hazırlayaraq. İcazə vermədilər top keçsin. Soltana baxın. Soltansan sən, həqiqətən. Çox gözəl saxladı. Soltan, aferin sənə. Şamil və qapıya zərbə. Qol olmadı. Azarkeşlər burada oturub Qarabağdırın oyununu izləyirlər. Baxın, Eşkin. Yenidən. Gözəl ötürmə. Bir qalib gəldi, müdafiədən çatdı. Şamilə gözəl zərbə, ayağının çölü ilə. Gol olsaydı, rəqib komandakı panik atak. Yenidən gol ilə tamamladı. 2-6. 7-2. Mərkəzə dəvət elədi Qarabağdır komandası. Top İsfəndiyardadır. Arif, Elman. Paslaşmalarını edirlər. Naib. Müdafiə. Rəqib komandaya qarşı Qarabağlı komandasının oyuncusu qarşına kobudluq olması. Və əllə çıxartdı Mehdi. Yerindəsən. Şamil gözləyincə Mehdi öz toxunmasını, öz toxunuşunu, öz müdaxiləsini etdi. Mehdi. Və bu nədir? Bu gözəl ötürmələrin ardı qolla tamamlanmasa düzgün olmaz axı. Baxın. Soltan kimi hərəkətlər deyirəm bu da. Şamil. Və görürsünüz. Tamamladı. Baxın. Yenidən Eşkin. Soltan icazə vermədi. Out. Və Ramramay komandası topu oyuna daxil edir. Şamil geri ötürdü. Mehdi. Bir qalib. Eşkin və 8-2. Səbirli, təmkinli, qapıya doğru baxın. Rəqib komanda oyuncuları əsəbləşib psixoloji olaraq. Baxın, yenidən mərkəzə dəvət etdi Ramramay. Və yenə də yılmadan oynamaq lazımdır axıra qədər. Oyun 60 dəqiqədir. 60 dəqiqəni bitirmək lazımdır. Hər bir komanda uduzmalıdır bu. Normal bir haldır. Bir qalib soyuqqanlı olaraq zədə almasa yaxşıdır bu oyunda. Gözəl oynadığı üçün bəzən. Soltan. Gözəl.
Eşkin gəlişinə vurdu və gol! Tam 90'lıq və 9-cu gol. 2-9. Elman, İsfəndiyar, 3 nömrəli oyunçu. Geriyə oynadı. Ariflə Arif. Arif uzaq ötürməsini etdi. Elman 5 nömrə. Qapıya gol vura bilirlərmi görək. Müdafiə icazə vermədi. Yenidən 4 nömrə, lakin yenidən İsfəndiyardadır top. 3 nömrə. Arif atdı Arif. Arif. Baxın. Artıq 35 dəqiqə arxada qalıb. Out. Geriyə qapısı ilə oynadılar. Yenidən oyun qurmağa çalışırlar. Bütün oyuncular boş mövqe axtarırlar ki, qapıya yol axtarıb tapıb qolla tamamlasınlar. Mehdi, Mirqalib, geriyə Soltanla Soltan, Eşkinə Eşkin gözəl ötürmə və qapıya qol ola bilərdi. Kamran yerindəydin, saxlayıb onu tam qapıya yönləndirmən lazım. Eşkin, Naib, top Naibdədir. Gözəl ötürdü İsfəndiyara, İsfəndiyar yenidən geriyə Arifə, Arif. Naibdədir top. Qarşısını kəsib icazə vermirlər keçsin. Out. Və gol! Zorla. Amma gözəl. 3-cü gol. Gözəl şəkildə yerində idi. Mərkəzə dəvət etdi Ramramay. 3-9. Həqiqətən gözəl mövqeyində idi. Həvəsdən düşsə də 5 nömrə Elman yaşlı olsa da gözəl gənclər kimi həvəslə, motivasiya ilə oynayır. Düzdür, qolu vurmaqda özü vurmasa da əzmkarlığı 5 nömrə etmişdi. Top çıxdı, out. Elman, Kamran ortadan gözəl başa düşdü, lakin Eşkin yenidən gözəl arxasında Kamran var. Fırtına kimi ətrafında, tornado kimi fırlanır adətən. Soltan bu nədir? Qapıya vursa qoldur. 4-9. Mərkəz xəttinə dəvət olundu. Topun çıxdığını deyirdi, lakin Ramramay komandası, Qarabağlı komandası qərargahlar işlədilər ki, xeyr, çıxmayıb top, qoldur, təmiz qol. Afərin ki, vicdani oyunlar gedir. Eşkim qeyri-ixtiyari nəfslərinə olaraq oyun oynamaq istəmirlər. Halal, düzgün, adətən kişilərə yaraşar bir oyun sərgiləmək istəyirlər. Və Mehdi yerindədir. Üçüncüdən zərbə. Elman topun arxasındadır. Qarabağlıdır komandası həvəsdən düşmür. Hesab 4-9'dur. Mirqalib ötürməsini etdi. Nərman yeni daxil olub. Kamranın yerinə vaxtında qaçmalısan. İcazə vermirlər qapıya sarı gəlməyə. 5 fərq var. Çox arxayın olmaq olmaz. Mirqalib. Mirqalibə qarşı biraz kobud oyun. Oyuncular zamanla razılaşdılar. Qabil. Qapıya zərbə və gol! Qabil 10-cu qolu vurdu. Gözəl qolların təcəssüm elətdirdi. Burada bir əksərlik deyil, çox gözəl və komanda oyuncuları ilə təşəkkür edirlər. 4-10. Yenidən mərkəzə dəvət olundu. Out. Eşkin. Bu nədir? Götürdüyün kimi vurmalısan onu Nərman.
Elle topu verdi. Bir galip top kesti. Mehdi Nerman yerindəsən. Bax bu. Özgüvenini artır. 11. gol. Özünün birinci. Komandasının 11. golu. Merkeze davet olundu yeniden. Arif. Eşkin topu. Out. Kabil. Arada. Oo! Bu neydi? Biraz uzaklaştırdılar. Kabil. Nerman güzel çatmışsan hücumdan müdafiəyə. Küzdə zərbə. Out. Bir galip. Eşkinə eşkin. Bir galip. Bir galip mübarizədə topu itirmədi. Demək olar ki. Top Qabil'də. Nerman her iki tarafa doğru oynuyor. Qabil! Olabilirdi. Düşünürdülər. Kombinasiyonu tamamlayabilmədilər. Uzaq ötürmək. Out. Qapısı artıq qapıda durmur demək olar ki. Oyun oynamaq istər Mehdi. Gözəl Mehdi. Özgüven. Qapıya zərbə və yuxarı getdi. Qapıdan çox üstə getdi. Qabil. Altdan top oyuna daxil oldu. Şamil. Şamil. Bu yeni bir taktikadır. Oyuncuya vuraraq geridə özünə qayıdır. Asanlıqla oyuncu gəlməmiş oynaya bilir. Ramrabay komandası baxın bir diqqətlə. Bəzən bu kadrları görə bilərsiniz. Eşkin topu kazandı. Nerman'a. Out. Oy Nerman tizgin ötürme etmedi. Bir galip. Gol! 12-4. Bir galip. Güzel getdi. Golla tamamladı. Kamran, Nerman yerlerini değişti. Oyunu. Nerman bir gol vurarak 11. golun imzasını Nerman attı. Kamran. Şamil. Kapıya zərbə. Qapısı yerindədir və 13-cü top. Kamran. Naib. Geriye ötürüm etdi. Elman. Naib. Qabil gözəl kəsdin. O gol idi yoxsa Naib hər zaman dəqiq oynayan oyunculardandır. Gol vura bilərdi. Qabil bunu qoymadı. Ötürmə. Vay aradan güzel başa düşmeye çalışmıştı. Eşkini ötürsen eşkin güzel ötürebilirdi. Kamran'a düşünmüştü. Qabil. Ve Mehdi. Mehdi. Kapıya.
Eşkin yerindeydi. Gol olabilirdi. Qabil. 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 Biraz saxladı. Eşkin. Kamran. Şamil yeniden. Yeniden. Ay. Ho! Ve bu təkbə-təki bitirmək lazımdı. Qapçı. Oo! Neydi tək qapı oynuyorlar adətən. Çok güzel oyun gedir. İki komanda əvəzdən düşməyib. Baxın. Əks hücum. Qabil. Qabil. Şamil. Qabil. Eşkin. Oo! Yeniden Şamil'dedir top. Bu neydi Şamil? Güzel düşünürsen. Baş işləyir. Həqiqətən ayaqlar ona tabi olur. Baxın, baxın, yeniden qapıya zərbə. Kamran. Bir qalib. Və qapıya zərbə. Gol! Axır ki Qabil çox bir qalib. Yuxarı ötürməsini etmədən super bir gol vurdu. 13, səhv etmirəmsə 4. Qapıcı dəyişildi. Baxın. Yenidən Arif. Ötürməsini etdi geriyə. Arif. Kamranlar top out. Arif. Qapçı başla uzaqlaşdırdı topu. Mehdi değməsə də çıxa bilərdi. Out. Kamran. Bir qalib. Biraz top. Sürətli oldu ama güzel başa düşür bir qalib. Aferin. Komandaya uyum saxlayabilirlər. Baxın. Yerdə qaldılar. İsfəndiyə qarşı biraz sert oynadı. Oo, gol ola bilər. Heç kim çıxartdı topu. Bu neydi? 5-ci gol gəlirdi az qala. Bu həvəs hardandır sizə Ramramayı? Maşallah. İlman. Geriyə. Şamil. Bir qalib. Bir qalib və gol. 14-4. Aferin bir qalib. Sultan. Mehdi deyir ki qapıya gəl Sultan. Mən də oynayayım. Gələcəkləri Sultana təhvil verdi. Mehdi oyuna daxil olub. İnşallah zədəsiz oynayar. Bizə lazımdır Mehdi qapıya. Çox gözəl qorudu qapısını. Sultan! Nə ki sənin qapıda da durmağın var imiş. Yeni kəşf olunan qapıcımız bir əlcəklə taxmasa da gözəl saxladı topu. Baxın, bir qalib. Bir qalib. Eşkinə, Eşkin. Ötürmə etdi. Şamilə, Şamil. Və bu nə idi? Mehdi qol vura bilərdin. Həvəslə gəlmişdi Mehdi. Yəqin ki, nəsib olar ona qol vurmaq. Oy, 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 oy. Eşkin. Çatdı. Mehdi. Ötürməsini etdi və asist etmişdin.
Və Mehdi geriyə qayıdır. Aferin Mehdi. Kamran. Görürsünüz. Necə həvəslə oynayır. Mənim nəzərim Mehdi'dədir hal-hazırda. Və qapıya zərbə. Bir daha zərbə. Bir daha. Bu nə idi? Mehdi yenidən qapıya isabətsiz. Bir qalib. Qapıcı yerindədir. Mehdi cərəs atabilir mi? Aferin Mehdi. Özü yıxıldığı görünür. Cərimə olduğu deyirlər. Gəldi Arif və qapıya isabətsiz bir zərbə. Mehdi. Bir qalib. Şamil. 51-ci dəqiqədir. Hardasa oyun indilərə sonlanmalıdır. Stop. İsfəndiyar. Elman və qapıya Sultan bunu saxladı. Elmar. Kamran. İcazə vermirlər. Və Sultan yeridən saxladı. Bu nə idi? Aferin Sultan sənə. Bu gündən sonra qapıdasan. Gözəl saxladı. Bu həvəs, bu harmoniya oyunun qurulmasına çox gözəl təsir edir. Baxın, psixoloji, dayanıqlılıq sərgiləyirlər. Kamramay komandası, baxın, gözəl bir-birini anladılar. Lakin tamamlaya bilmədilər. Baxın. Sultan, axırki qol vurdular sənə. Geldi Kamran. Geri oynadı. Şamil. Bir galip. Geriye eşkindedir top. Ve gol. 15-4. Yeniden merkeze davet olundu. Uzaq ötürmə. Qapıcı yerindədir. Mehdi. Mehdi eşkin. Out. Eşkin. Şamil. Mehdi saxladı topu. Top vura bilmirlər neçə dəqiqədir Qarabağdır. Baxırın 5-ci qolunu məncə vurdular Bəxtəvər Sultana. 15-5 olmalıdır səhv etmirəmsə. Oy, Kamran gecişdirirsən, gözəl çatırsan. Lakin Kamran Mehdi Ötürmə eşkin. Aferin Mehdi. Kamran. Eşkindedir.
Qapıya zərbə və qol. 6-15. Və qapıya zərbə. Gözəl, Səndiyar. Gözəl Mirqalib. Mirqalib yerindədir. Yetti 15. Mirqalib. Eşkinə Eşkin. Türməsini etdi. Kamrana Kamran. Şamil attı. Şamil və qol. 16-7. Şamil. Galip. Aferin Sultan. Sultan. Ayağında tapışkayla oynamaq, şehtle oynamalısan. Sənə ziyandır bu. Bax yerə. Kamran. Kamran sağ tərəfin boş görünürdü. Ötürmə etdi. On yetti. Elman. Qapısı yerindədir. İkinciden zərbə. Şamil. Şamil çata bilmədi topa. Naib. Elman bu yaşlı çox güzel oynar. Bilməyərək əlinə toxundu. 11 metrə yox. 7 metrə. Penaltı. Aferin Mehdi, hissettin hala doğrudur lakin. Maalesef 8 17. Götürmə. Eşkin. Dokuz 17. Nerman. Top sıktı. Oy Nerman. Kamran. Sonuna kadar mübarizə aparan oğlandır Kamran. Sert oldu. Futbolçular öz aralarında mehribanlaştılar. Bilməyərək birdən olur. Top çıktı. Mehdi. Sultan. Eşkin. Nerman. Gol. 18-9. Mərkəz xəttinə dəvət olundu və götürmə. Qapıcı ilə
Qapısı yerindədir. Out. 10-18. Nərman. Sultan. 1 saat artıq tamam olub. Bəlkə də ondan artıqdır. Ötürmə. Out. Gözəl ötürmə geriyə. Nərman. Out. Kamran qapısı ilə təkbətək. Gözəl ötürmə. Out. İkinciden zərbə. Qabil. Eşkin gözəl ötürməkdir. Düz qapısının üzərinə vurursan Kamran. Bir an saçdırma taktikalarını öyrətmək lazımdır. Uzaqlaş top. Zor ötürmə qapısı icazə vermir. Nərman biraz girişimci olmaq lazımdır. Nərman. Nərman bu nə idi? Boş qapıya vurmalıydın. Rahan da oturmazsa Nərman və qapısı yerindədir. Out. Gözəl Sultan. Out. Nərman. Oy. İsfəndiyar. Naib. Sultan saxladı, icazə vermədi. Və oyunun bitdiyi 18-10. Yaxud 19 ola bilər. Yenə də oyun çoxdan qurtarıb. Həvəslə davam edirlər. Sağ olun. Gələn görüşlərə dək hər iki komandaya uğurlar.